bəzi insanlar insanlara görürsən, əcnəbilərə, xaricdən gələn və yaxud da daxildə olsun, fərqi yoxdur. Yəni, bilməyən insanları görürsünüz ki, yəni fürsətdən istifadə edərək onları aldadırlar. Yəni 5 manatlıq şeyi görürsən 50 manata. Məsələn, 3 manat gedəcək bir yeri görürsən 30 manata. Və yaxud da görürsən 5 manat satılan bir yerdəki məhsulu onu aparır 50 manata satılan yerdən ona təklif edir. Çünki bilmir. Bilmədiyindən istifadə edib orada qazanc əldə eləmək istəyir. Bəli, bu son zamanlar çox eşidirik bunu. Bəzi insanlar bunu edirlər. Allah hidayət versin. Həqiqətən də bu böyük bir məsələdir. Böyük bir, ciddi bir məsələdir. Ciddi bir məsələ. Nəyə görə? Birinci növbədə bir müsəlman, bir mömin, bir müsəlman yalandan uzaq olmalıdır. Yalanın hər növündən. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mömin, müsəlman yalan danışmaz. Hansı bir, ola bilər insanın hansısa bir günaha düşə bilər, düşməməlidir, ancaq yalan olmamalıdır.